nəşrinə sərilmiş müqəddəs üç rəngli bayrağımızı əbədi yadigar kimi sizə təqdim edeyim. Buyurun. Bu Azərbaycanın üç rəngli bayrağıdır. Və hesab edirəm ki, oğlunuzun iyi var bunda. Azərbaycanın müqəddəsliyinin rəmzidir. Buna görə də icazə verin bu müqəddəs bayrağımızı şəhid atası kimi sizə təqdim edeyim. Və siz fəxr eləməlisiniz ki, ömür fanidir, 80, 90, bir gün yoxsa. 92 yaşında Allah qismət elədi. Bu müqəddəs bayrağı övladınızın üstünə sərilmiş, tabutuna sərilmiş bu müqəddəs bayrağı qəbul edə bilirsiniz. Allah rəhmət eləsin. Buyurun. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Cəmi şəhidlərimizə. Allah rəhmət eləsin. Sizin evladınız şəhid olubdur. Burada olan bütün cavanlar hamısı sizin evladınızdır. Bütün nəvələr, nəsələr hamısı sizin evladınızdır. Hamısı ölümün külü. Siz də ölüb gedəsiniz, mən də ölüb gedəcəm. Həyatı heç kəs yaxınlıqdır. Amma şəhidiniz heç vaxt ölməyəcək.